Mənim həkim olmaq barədə qərarım orta məktəbin demək olar 9-cu sinifində baş verdi, qərar verdim. Və bugün o vaxt mənə deyən o uşağın, o 9-cu sinif şagirdinin, bugünkü professor Kərimova sözünün üzərinə gəlsək, deyərəm ki, o düzgün qərar verib o uşaq. Mənim həkim olmaq barədə qərarım orta məktəbin demək olar 9-cu sinifində baş verdi, qərar verdim. Bütün sənədləri səciyyələndirildi. Orta məktəbdə yadımdadır bir inşa vermişdilər. Mən kim olmaq istəyirəm ədəbiyyat dərsində. Mən o dərsdə fikirləşəndən sonra götürdüm o inşanı yazdım. Mən həkim olmaq istəyirəm. Çünki o vaxtlar ədəbiyyatla maraqlanırdım, oxuyurdum Azərbaycan həkimlərindən və ümumiyyətlə Sovetlər İttifaqında həkimlərin bəziləri haqqında o vaxtları mən bir informasiyalı bir şagird olmuşam. Və bugün o vaxt mənə deyən o uşağın, o 9-cu sinif şagirdinin, bugünkü professor Kərimova belə deyək, sözünün üzərinə gəlsək, deyərəm ki, o düzgün qərar verib o uşaq. Mən çünki bu sənətdə, bu yolda çəkdiyim bütün çətinliklərə baxmayaraq, çətinlik sözünü mən sevmirəm. Bu bizim işimizin bir vacib komponenti. Çox adamlar bunu belə sinəsinə döyür ki, bay belə, mən belə oldum, mən. Yox, bu adi, mən bunu normal qəbul edirəm. Və bu yolda, getdiyim bu yolda xilas etdiyim insanların, həyatını xilas etdiyim insanların xoş sözlərini görəndə, onlarla qarşılaşanda doğrudan da bir fəxr hissi keçirirəm. Mən bir şey deyim sizə, son 15 ildə mən 10 mindən çox xəstəyə lazer müalicəsi aparmışam, lazer cərrahiyyəsi. Bu 10 min insanın hər birinin özündə, ailəsində, yaxınlarında, qohum əqrabasında demək olar ki, məni tanıyırlar. Və mən ona görə də hər hansı bir yerə çıxdıqda, cəmiyyət işinə çıxdıqda görürüz ki, neçə adam gəlir mənlə görüşür. Biz bəziləri yaddan çıxır çünki illər keçib. Bu nə deməkdir? Bu Allah Taala'nın verdiyi ən müqəddəs sənətlərdən biridir. Və böyük filosofların bir sözü var. Deyir, əgər həkim, savadlı müdrik həkim həm də fəlsəfə ilə zəngin olsa, yəni fəlsəfi baxışlara həkimlik təbabət fəlsəfədir, böyük bir fəlsəfədir. Onu da anlayıb, qəbul edib üstünə gəlsə, əstağfurullah, o Allah qədər güclüdür. Mən deyəməzdim bu sözü Allah qədər, amma çox güclüdür. Fəlsəfi baxış, həyata ümumiyyətlə fəlsəfi baxış, mənim baxışım bir çox məsələlərə çox fəlsəfidir. Fəlsəfi baxış, sağlam həyat tərzi, həkimin özünün sağlamlığı və insanlara sağlamlıq bəxş etmək. Bu düşünürəm ki, çox böyük bir nemətdir və Allah Taala bunu mənə nəsib etmişdir.